Allah subhanahu ve teala insanları yaradıb bu məqsədə görə, bu qayəyə görə, bu hədəfə görə ki, insanlar Allahı tanısınlar. Tanıyandan sonra ibadət. Qardaş, gəlib sənə deyilsə ki, tanımadığın Allahı ibadət edə bilərsən, o Allaha ki, o Allah barəsində heç nə bilmirsən, heç nə bilmirsən, Allah barəsində ibadət elə Allaha. İnsan edə bilər, tələb edilsə bizdən edə bilmərik vallahi. Deməli, birinci Allahı tanımaqdır, ondan sonra tanıdığın Allaha ibadət etməkdir. İnsan əgər Allahı tanımırsa, ona ibadət edə bilməz. Yaradılış qayəsi budur. Ayədə fikir verin, nə deyir Allah subhanahu və teala? Diqqət edirsiniz məndən bir yerdə. Allahullezi xalaqa səb'a səməvatin və minəl ardi misləhunnə. 7 qat səmanı və onun misli qədər yerləri yaradan Allahdır. Yetənəzzəlul əmru beynəhunnə. Onların arasından əmrlər nazil olur. Li ta'ləmu. Biləsiz. Fikir verin. 7 qat səmanı və onun mislində yeri yaradan Allahdır. Onların arasından əmrlər nazil olur. Sanki deyirsən ki, ya Rəbbi nəyə görə? Niyə? Allahın cavabı gəlir. Li ta'ləmu. Biləsiz deyə. Nəyi? Li ta'ləmu ennəllaha alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Və ennəllaha qad əhata bi kulli şeyin ilmə. Və Allah Teala elmi ilə hər bir şeyi əhatə edib. Bunu bilməniz üçün. Biləsiz deyə. Bunu biləsiniz deyə 7 qat səmanı mislində yeri xəlq edib. Və əmrlər buna görə nazil olub. Hər şey nəyə görədir? Buna görə. Buna görə, nəyə görə? Biləsiz. İbadət edəsiz, yoxsa biləsiz? Biləsiz, fikir verin. Li ta'ləmu. Biləsiniz deyə. Nəyi? Ennəllaha alə kulli şeyin qadir. Hər şeyə qadirdir. Fikir verin kim? Allah. Bunu biləsiz deyə. Və ennəllaha qad əhata bi kulli şeyin ilmə. Və Allah Teala ilmi ilə hər şeyi əhatə edib. Bunu biləsiz deyə. Subhanallah. Ona görə yaradılış qayəsi budur.